Şəxsi, adım sahibi layihə rəhbəriyəm. Bugünkü tədbirimiz bələdiyyələrin bələdiyyə islahatlarına əsaslanır. Tədbiri ictimai iştirakçılığın dəstəklənməsi ictimai birliyi, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi obyektinin maliyyə vasitəsilə həyata keçirilir. Deməli, bu tədbir haqqında tədbirimizdə istəyib Şaban və daha ətraflı geniş izah edəcək. Burada Şaban sözü söyləyəcək. İştirakçılara da təşəkkür edirəm. Sizin havada imkan edilmiş tədbirdə qatıla bildiniz. Bizə bu iş şəraiti yarattığına görə həm Ecra Mərkəzinin rəhbərinin işlərini tanıdıq, həm Ecra Hakimiyyətinə təşəkkürümüzü edirik ki, bizə bu şəraiti yaradıb, yəni tədbirimizin hasılından keçirəcəyik və Samir müəllimciliyi layihələrindən bəhs edirik. Burada da əksəriyyətin mən bildiyim qədər bələdiyyələrdir və bələdiyyə üzvlərinin bu işlərdə də kifayət qədər peşəkarlığı var, amma bizim işimiz son bu qiymətləndirmədən, son birləşmələrdən sonra bələdiyyələr arasından bağlı qanunlar dövlətin marağında olan bələdiyyələrdə bir il ərzində hansı işlər görür, 2-ci il, 4-cü ildə sonuncu birləşmənin bağlı qanunlar verilir, oktyabr 18-in qəbul olunur. Ondan sonraki gedən prosesləri hökumət maraqlıdır ki, bu bir il ərzində az müddət olsa belə hansı dəyişikliklər ya hansı çətinliklər yaradır. Məqsəd bu məsələdə işlər hansı istiqamətini gedir, yəni layihəmizin mahiyyəti ondan ibarətdir. Belə deyək, kiçik bir məlumatlar verilirsə, mən çalışacağım ki, belə deyək, buradakı bələdiyyə sədrləri, yəni fərqlərində üzvlərdə, vətəndaşlar hansı kimlər, nə maraqlarını, həm suallarını versinlər, həm də gördükləri bilgilərini, hansı işlərini görürlər, hansı çətinliklərlə üzləşirlər, vətəndaşlarla işləmək, belə deyək, potensialı imkanların azalımı, yəni ərazi böyüyüb, kifayət qədər birləşmədə sonra ərazi böyüyüb, resurslar artmalıdır, belə deyək. Birləşmənin əsas mahiyyəti ondan ibarət edir ki, resursları birləşdirsinlər, kiçik dənədən resursları birləşdirsinlər ki, bələdiyyələr iş görməyə, böyük layihələrə belə deyək, imkanları olsun. Yəni, ilkin növbədə birləşmənin əsas mahiyyəti, ana mahiyyəti deyil. Bundan əlavə, bilirsiniz ki, ölkədə 2-3 seçki yoluna yaradılan qurum var ki, onlardan az bir bələdiyyədir, yəni ciddi bir kökən mahiyyəti, yəni ki, seçki yoluna bələdiyyələr təşkil olunur və bu bələdiyyələrin də biz hələ ki yeni yaradılır, ciddi qeyri islahatlar da, qanunlarda dəyişikliklər ona görə yaradılır ki, daha ciddi fəaliyyət göstərməsinlər, daha cəmiyyət içində daha müfəssəl olsunlar. Məsələn, müqayisə ilə səviyyədə olmasın da, Türkiyədəki bələdiyyə sisteminin əksər firmalarından bu olan sistem tamam güclü bir sistemdir, yəni elə bir sistemdir ki, belə deyək, dövlət içində bir dövlətdir, yəni onlarda tamam ayrıdır. Bu da harca ona ilerləyəlir ki, və oran məntiqlə götürsək, bu məsuliyyət mənim üzərindəsə idarə etmədən tutmuş bizə cərimələməyəcək, cəza verməyəcək, iqtisadi sosial sahədən götürsünlər. Yəni, öz ixtiyarında olmalı. Yəni, bizdə də müəyyən qədər burada oturan insanların biləmi, əksəriyyəti işləmə bilir ki, bələdiyyələr iki yarama dövrü və orta dövrü, indiki dövrü. Kifayət qədər bələdiyyədə yaxşılara doğru gel-gedə artımlar atılır. Amma belə deyək, təbii ki, bunlar hamısı çatdırmış, bunların da çətinlikləri vardır. Sizin qanunvericiliğinə bağlı məsələlər var və hansısa bir siyədən şahlarında keçirdiyi tədbirləri, orada məsələsi bir çox məsələlərdə, həm çox Euroskon xəritə məsələsi siyədən daha çoxdur. Bir də torpağın qiymətləndirməsindən bağlı, əmlakla bağlı olan siyəsən şahlarında da yeni məsələlər edirlər. Yəni, real qiymətləndirmə baxımından çətinlik çəkirlər. Torpağın idarə olunmasında, məsələn, obyektlərdə, ərazilərdə olan obyektlərdə problem yoxdur, amma bərdi vətəndaşların verginin verməsi az miqdarları olsa belə və bu məsələlərdən çox toxunurlar, yəni yarımda qalanlar vardır. İndi xasmaz böyük rəyondur, təbii ki, 13 görüşündə 13 bələdiyyə məlumatdır. 13 bələdiyyə kifayət qədər bələdiyyə həm böyük ərazidir, yəni Siyəcəndə 3-dür, Şahranda 5-dir, yəni burada oluruz, yəni kifayət qədər böyük ərazidir. O baxımda da düşünürəm ki, sizlərin də böyüyünə böyük o məsələdir. Yəni istəyəm ki, bu barədə birinci kimdən istəyər, burada çəkiliş olur, yəni burada çəkilişləri nəzərə almaq, özü təbii ki, biz belə deyək, bunun çəkilən hər
şəkildən tutmuş yüksəkçiyə qədər ailəci dövlət qurumlarına göndərir. Yəni, onlar burada gedən prosesləri özləri belə analiz edirlər. Bizim də son hesabatımız hazırlar, onların qarşısına buyurur. Daha şeyləri bunu burada kimlər söz alacaqsa, söz deyəcəksə, özü birləşmələr zamanı bölgədə yerləşdiyi münasibət bölgəsini. Ondan olaraq bələdiyyə öz fəaliyyətində müəyyən dəyişikliklər, bələdiyyə yerləşdirilməsi, kəndlər arasında avaçlıq, təmin, ikinci işləri, yolların avaçlaşdırılması işlərində böyük yerləşdirilər həyata keçirilmiş. O cümlədən bələdiyyənin rəzətliyini artırılması üçün bələdiyyə ərazisində müəyyən mədəni tədbirlər həyata keçirildi. Ondan əlavə olaraq ərazi yaşayanlardan tənzimləşir, aktivlərlə ilgi vergi var, toplanan halının belə vergi az nəzarətdə edən vətəndaşlarla faktiki olaraq söhbətlər aparılır. Təbii bilirişlər hər birinə faydalanılır. Elektronik onlara maddi telefonlarına verilən vergiləri fazla məlumatlar ödəyir. Vergi ödəməyən vətəndaşlardan bələdiyyə işlərində söhbətlər aparılır. Onlar müayinləndirir. Bundan əlavə olaraq köhnə bələdiyyə halında editor borcları demək olar ki, çox sayəsində vətəndaşdan söhbətlər aparır, danışıqlar aparır, bələdiyyə hesabının götürülməsindən nail olur. Bundan sonra hal-hazırda həmin 2 günə bələdiyyə ərazidə vergi ödəməyən vətəndaşlardan söhbətlər aparır. Onlar vergi cəlb olunur. Ödəmədikləri təqdirdə, əks təqdir göstərdiyi təqdirdə onlar üçün bələdiyyə adəti üzrə protokollaşdırılır, məcburi alınması üçün əksəriyyətli vətəndaşlar izah olunduğu təhlükə onlara vergi borcları, burada qaranlıq qalan məsələlərində vergi bələdiyyənin məlumat məclisində bank sistemi. Orada vətəndaşların mülkiyyətlərini, onlar istifadəsi olan torpaq sahibi, yəni mülkiyyətlərini. Onlara sistemi hər bizdən öncə 2017-ci ildə Cənab Nazirinin fərmanı var ki, bütün ödənişlər məqsəd şəkildə həyata keçirilsin. Qanunlu uyğunluq varsa, hamısından əlavə yaratılır. Vətəndaşa köməyi göstərir. Əgər vergi borcu hesab olunursa və burada hər hansı vətəndaş vergi ödəyib və əlavə yeni sistemdən silinirsə, hər hansı bir problem yaranırsa, onu öz arasında silir. Problem yarandığı tərzində çalışır ki, vətəndaşlarla kompensiya edilir, vergilər ödəməsini verir, onlara problem yaratmaya, incitməsinlər və ya da ki, vergini vaxtında dəyər versinlər. Bu barədə demək olar ki, 100% hər bir şey həyata keçirilir, hamısı bələdiyyələr bu vergilərdir ki, 100% verginin ödəməsi, bütün ödəməsi hamısı tam aktiv iştirak edir, mümkün deyil. 90%, 95% demək olar ki, aktiv iştirak edir. Onunla bağlı ərazidə yaşayan digər vətəndaşlar var ki, təfərrüzlərdir, əlillərdir, şəhidlərdir. Onlar da yardım göstərməyə çalışılır. Az təminatlı ailələrdə, bayramlarda və ya digər günlərdə, xüsusi günlərdə onlara kömək edilir və onlara yardım olmaq çalışır. çox gözəl. Bir də sizin də gördüyünüz danışılır belə deyək. Vətəndaşlar sosial səhifələr Aktivlərimizdən bələdiyyenin Facebook səhifəsi var. Facebook səhifəmizdə bütün hər gördüyümüz işlər barəsində, bələdiyyə, Ramazan bayramı olsun, Qurban bayramı, Azərbaycanların həmrəylik günü olsun, gənclər günündə gənclərimiz ahırlarına unutulur bir aksiya keçmişdik. Ondan əlavə bir uyum uşaqlar, qüsurlu uşaqlar yad olması, təbrik olması və onlara ziyarət olması həyata keçmişdik. Qarşısında 26 gün silahlı qüvvələr günlükləri, onunla olaraq tədbir hazırlanır. Bütün gördüyümüz işlər, ərazidə görülən işlər, təmizlik, avazlıq, yolların bərpa olunması, əvvəldən toxunduğuyla birbaşa vətəndaşın ehtimalının olaraq seçki yolu yanılan olur. Yəni, vətəndaş məmnuniyyəti burada çox olmalı, iştirakçı olmalı. Yəni, burada bu məsələ cəmaat seçkiləndə qurulur və hökumətlə vətəndaşlar arasında bir kötü olur, ciddi bir kötü olur. Bu insanların müəyyən qədər emosiyal vəziyyəti olanlar, hansı toplanma bağlıdır, sosial toplanmalıdır. Ona görə stabilləşmək və bələdiyyələr də yaxşı işləyərsə,
vətəndaşlar bizə orada rahat olurlar. Yəni, insanların realda düşündürdüyü məsələlər, yol, işi, qazı, amma bunların da hamısı həll edilməsi müəyyən qədər maliyyə etməsi, ciddi maliyyə etməsi. Bu birləşmədən sonra əsas bələdiyyələrin bu maliyyəsində müəyyən bir iş görmək üçün müəyyən dəyişiklik olur mu? Bu məsələ əsas dotasiyalar artırılmıdır hökumətlə, yoxsa görmək üçün? Yox, yəni birləşmə bələdiyyələrin dotasiyaları birləşdirilmişdir. Oxşur olaraq. Ümumi olaraq əlavə olur. Əlavə olur və əlavə olur. Ondan əlavə olaraq yığımlarda müəyyən qədərdir, fərqlidir. Sonra torpaq satışında qiymətlər qalxılır, satış zamanları bələdiyyə büdcəsinə vəsait daxildir. Vəsait dediğimiz fəaliyyəti paralanması, səmərəliklər, daha ümumi əhəmiyyətli yerlər təqdim. Üzv və bələdiyyələrin digər problemləri də mövcuddur. Onunla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun bələdiyyələrin verdiyi borcları var. Bəzi bələdiyyələrin hesabları bağlıdır. Onlar da yəni bu bələdiyyələr birləşəndən sonra bələdiyyə iş görə bilir. Çətinlik işdir. Yəni, ödədiyi və vergiləri də yığılan vergilər hansı silinir ki, heç bələdiyyənin məlumatları olmalı, aktivitə olmasın. Yəni, bələdiyyə heç bir maliyyə qalır. Maliyyə də olur. Tutaq ki, bələdiyyə hər hansı bir X bələdiyyəni SMT-yi yığılıb digər bələdiyyə birləşmiş 4 dənə bələdiyyə 100 min və ya 90 min vergi borcu verir SMT-yi. Bələdiyyə illik məsələsi 50 min, 60 min vergi yığılır, 30 min vergi yığılan vergilərə kimi bir dənə əməkatlı üçün istifadə edir. Qalan yol təmindir və digər işlər üçün istifadə edir. Avtomatik olaraq bütün vergilər hamı silinir SMT-yi. Bununla da bağlı bələdiyyə müəyyən orqanlara, rəhbəri qarşısında məlumat verilmiş hələ köməyi göstərir. Bu müdürlük gələcəkdə köməyi göstərir, digər bələdiyyə problemləri. Çox bələdiyyə bağlı bir yer olmuş. Yəni, bu əsas mahiyyət onun ibarət ki, problemlər də belə gətirsiniz ki, hansısa işin içində sizlər, təbii ki, sizlər daha yaxşılarsınız ki, hansı yol, işin daha hər yol hansısa, o yolda belə deyil. Bizim işimiz odur ki, alətin yolda olmalı çatdıraq ki, bələdiyyə hansısa bir belə məsələlər müzakirə olunanda təkliflər nəzərə alınsın. Yəni, layihə mahiyyəti bu nə digər bələdiyələrdən kimi, xahiş edirəm, onlar da fikirləndirirlər də hansı bələdiyyə kimlər şikayət edir? Xahiş edirəm ki, aktiv olan bir şey yox, danışmalar belə problemlərinin ama küçənin yolması nedir? Kim getir? Bunlar bir başına şehir var. Aşağı indirir. İndi belə deyək, orada arzadan yaşayıcı arzadan üstünə deyək, o məsələ də var. 2700 diyorsunuz da, o onun birləşdirilmiş bələdiyyələr ki, biz o xırnanın böyüklüyü hesabına edilir. Yəni ki, ərazisi sorundan yerlərdə, o istilər bələdiyyə. Bu birləşmə bir mahiyyəti də olur. Ondan danışılır. 5 marka O məsələ razıyam, aşağıdan da hər şeyin razı qalxını verəcək. Amma heç o öz yerində. O vaxtı vergi qoyularında, elə bir komand var, 30 manat idi. İndi yəni o 130 manat. Birini biz o məsələ qalxılsın. Şabranda da məsələni qaldırdılar. Vergiyin belə deyək, hər şeyin qiymətini qaldırdılar. Suarması 50 manatdır, suar bir ayda, 170 manat bir manat. O təklif olsun yenə də, siz də səsləndirsə yaxşı oldu. Yəni, çünki yenə də siyasətdə şabranda məsələ toxunurlar ki, hər şeyin qiyməti qalxır. Belədilərdə bir şöyle tarihsən olur. Başlanan əməkatlı statü 4 manatdır, 4 manatdır yukarı. Yalnız vergi müfəttişi getdi, topladım 8 manatdır. Aslında çaptırmadan belə edir. Düz vergi dərəsində Sözsüz. xalqlara Amma o cərimələr gələndən sonra kifayət qədər belə deyək, məsələ həll olunur. Şəhərdə məsələn, mən biləm ki, kifayət qədər çiftlənməklə bağlı böyük bir iş görülür, cərimələr. İndi də bu istilahatlarla bağlı qanunumuzda dəyişikliklər gedirsə, bunun olduğu tərəfi olacaq. Vətəndaşlara bir gün çatdırır ki, vətəndaş üzərinə müşahid edilməlidir.
bələdiyyə də üzərinə düşən edilməli. Yəni, bunlar bir-birinə ayrı deyirlər, sırf birgə işləyən bir qurum. Yəni, vətəndaş neysə eləmədən, neysə tələb edilməsi də hasil düşünülür. Bu gün vətəndaşın üzərinə düşən nədir? Vergisidir, başqa bir şey yox. Yəni, bələdiyyə nədir? Onun qanunvericində nə verilirsə və hansı maliyyə varsa, ona uyğun işlərini görürlər. Burada maliyyənin az çoxunu qoysaq da verirlər. Məsələn, mən gələni yenə deyim, hələ ki sizdən soruşam. Sonra ilmi məmnunluğun qədər, ilmi yalqadan bir hesabat edilsin vətəndaşlar. Qanunvericində bir tələb bələdiyyələ bağlı. Bu işlərlə bağlı hesabat verilir. Yəni, orada illərimizə söhbət məbləğindən gedir. Nə qədər yığılır, hansı işə xərclənir, hansı layihəyə xərclənir. Bununla bağlı hesabatlar verilir, harada verilir. Yəni, bununla bağlı kimlərsə deyə bilərmi ki, hansı işlər verilir. Yəni, yığdığımız məbləğ, məbləğ şey deyil, yəni. Əsas odur ki, hesabatımızda bu qeyd olunur, vətəndaşa çatdırılır mı? Yəni, vətəndaşın da etimadı qazanması bu işləri görülməlidir ki, bələdiyyələr vətəndaş necədir, daha əmin olsun ki, doğrudan da bunlar mühəm işlər olur. Mən oturmuşam şəhərdə, tutaq ki, əlimin altında nə var, kompüter var və bundan başqa mənim əlimin açılan baxıram mən, tutaq ki, Xaricini Xasmazova bələdiyyəsi təbii ki, birinci bələdiyyənin öz administrasiyasında müraciət edilir. Əgər saytı varsa, səhifəsi varsa, birinci onlardan məlumat tutuyor. Sonra da aidiyyəti daha ciddi xəbər portalları, APK, dövlətin müəyyən ciddi portalları var, oradan məlumat alır. Yəni, bununla bağlı sizin bələdiyyələr işiniz edir vətəndaşlar. Söhbət, dediyim yoldaşa, sosial platformalardan necə istifadə edirsiniz? O hesabatları yerləşdirirsiniz, yoxsa var ya yox. Yəni, hansı işləri görə bilirsiniz? Yəni, yenə də, vətəndaşa birinci dəfə sizin gördüyünüz işlər önəmlidir. Yəni, istəyir yerli, istəyir tutaq ilişkini qeyd edir. Maliyyə çalışması var, sağlık için yenilikli ev var. 4 kilometre yarım, 27'den 50 meclisine giderken ben 4 kilometre yarım var. Ben yine olacakmışım. Yox, güzəli üzərində öz yeri, güzələ bilməm. Hər belediyə gördüyü işə görə, ərazidə, hər hansı bir iş görürsə, öz üzrə müsibət layihəsi və büdcəsi olan vəsaiti uyğunu həmin işi görür. Və həmin işi gördüyü təqdirdə sosial platforması varsa orada paylaşır. Yəni, rəhbər tərəf paylaşır. Hamısı sosial platforması var. Facebook səhvəsi bütün belediyyələr var. Və orada var. Ondan əlavə olaraq gördüyü işlərlə bağlı ayrı yoxlamasında da məlumat verir. Ədliyyə Nazirliyində verilir, Yevrəmə Ədliyyə Şöbəsində məlumat verir. Protokollaşdırır, hamısı qanun çərçivəsində göstərir. Bu belə. Ondan əlavə olaraq bələdiyyələrin nəticəsində vəsait daxil olunması və görülməli işlər çoxdur və bunlar başqa bir məsələ. Ancaq yəni ki, hansı iş gördüyü təqdirdə onlar atılması olur. Protokollaşdırılır, Facebook səhifəsi var, orada işlandırılır və Ədliyyə Nazirliyi, rayon rəhbərliyi, audit yoxlamasını Yox, mən siz deyənlə tam razıyım. Yenə də bizim istiqaməti qeyri-hükümət işləri. O, dövlətə sünürləndirmək asına zeyniyyətə sünürləndirməklər verir. Onu mən bələdiyyə sistemi siləyəm. Adil layihə hər bir çıxan kimi hesabatını verir ki, nə var, nə var. Yəni, onu bilirəm. Mən sadəcə vətəndaşdan məlumat alır. Əsas mən belə maraqlı. O vergidir, statistikadır, maliyyədir. Onlar da nəzir. Onsa bilirəm ki, o veriləcək, o mümkün olan şeydir, gəlirsən. Amma mən vətəndaşlar biləm ki, sözü boşuna bilmirəm. Yəni, gələndə məsələsin əksəriyyətin sahiblərini açıq verir. Budur ki, vətəndaş bundan deyir ki, məndən əlbirli ölkədən ərazidən bula və bu işləri görür. Bax, bu hesabatı, ümumi məsələn, dediğin tədbirlərlə bağlı məlumatlar var. Amma maliyyə hesabatı mən bizim qədər bələdiyyənin anlayacaq. Aldərləndi deyə ilə onu ildə iki dəfə maliyyə hesabatı olmalıdır. Vətəndaşlara görə. seçicilərin qarşısında. Orada da hər bir gördüyü işi, yəni burada qanun şəkli, hər hansı bir iş görürsə, o protokollaşdır və o barədə seçicilərinə, kəm saxına görürsə, məlumat verir və ondan əlavə olaraq görülən üçün hamı görülərsiniz. Hər bir hesabatda da gördüyü işlərin simmetriya layihəsidir, o xərcləridir, vəsaitdir, toplanan məbləğdir, hamı barəsində məlumat verir. Və bundan əlavə olaraq da
və vurguladığım kimi digər ormanlarda rəsmi olaraq hamısına bir nöqtəsinə qədər Sözsüz oldu, ondan da şey vətəndaş üçün maraqlı şahın belə o bələdiyyə topladığı vergini əsas olaraq normal bir istiqamda xərclənməsi. Problem məsələdə adi bir 2000 mütəmməsinə bələdiyyəsində bizdə yolların asfalt olunduğu layihə salınır. 2023-cü ildən bu layihə 13 kəndin asfaltlanması. Cənab Prezidentin fərmanı da var, həmən o yolların asfaltlanması üçün 1,3 milyon vəsait ayrılır, bir il bundan öncə. Asfalt yolu Xaspolov kəndi ərazisində, İdalçay kəndinin sağ sahilində müəyyən işlər qurulur və ərazi müəyyən təmiz işləri, havalı işlər görülmüşlər, asfaltlanır. Bizim bölgədə həmən o 13 kəndin ərazisində müəyyən kəndlərin bir-birine yolları düzəldiyi, katoklarının harcanın asfalt olunur. Hələ asfalta başlanır. İndi inşallah yaxın günlərdə başlanır. Vətəndaşlar üçün maraqlı olan olur ki, yolun asfalt olunması və ya təmir olunması, bələdiyyə yolları həyata keçirdiyi asfaltları çox gözəl. Bu bələdiyənin işi biraz asfalt ki, asfalt olacaq da həmən yola hər il vəsait təqdəmdir, təmir edilir, qeyri-qurulunca da çəkmir. Amma olmadığı təmirdə isə ara küçələr var ki, kəndin daxili yolları, oraları müəyyən hadisalarda edilir və ya yeni salınan masivlər, məhəllələr, küçələr, onlar təmir olunur. Onda da məsələn, bələdiyyə vəsait ayrılır, həmən yolları təmir edilir və həmən o təmir tikinti, ayrılı vəsait və xəyrəli vəsait başlayır hesabatlarda, hər 6 aydan olan hesabatlarda vətəndaşların məlumatı. Peki olsun, yəni yenidir. Vətəndaş onu da inanın daha çox olur, etibarından soruşur, hər yerdən müqbəlləri işləyir. Mən yeniden burada toxunan məsələlərdə maliyyənin azlığı çoxluğunu belə bir dartış nə mənada, indi oranımız burada, o baxımdan. Amma biz maraqlı ki, məsələ üçün dotasiyaları artırılsın dövlət tərəfindən və bunun üçün dövlətin kifayət qədər üstünü var. Bu hansı qanunvericiliyə nə dəyişiklik edə bilərlər, əlavələr edə bilərlər, o alətini yoxdur. Sadəcə biz təklifləri verəcəyik görə ki, dotasiyalarda müəyyən edər, qardaş deyir ki, məsəl üçün ərazide yaşayanlar azdır, amma ki problemləri çox. O baxımdan yəni düşünür ki, hansı formada həll edirlər, onu yenə aləti qurumlar herhalde onlar düşünməsidir, material verəsi olacaq. Başqa kimlər bələdiyyə, hansı bələdiyyəni, yenə deyəm, gəlmiş yenə qardaş əməkli görən budur, hansı işin içində sizlərsə, siz düzəlməsə deyil. Buyurun. Qarabağ Bələdiyyəsi sədr müavini Aslan Məmmədoğlu. Bizim də bir təklifimiz var, bu qiymətləndirmə əlaqədə. Siz biraz üzrə verirsiniz. Bu kəndlərin bəzi kəndlərdə qiymət araşını cəmadə görürük. Biz almış orada bir 2 yol lazım. Əmlak komitesi bir qiymət qoyur, bunlar bir qiymət. Bunların verdiyi sənədi keçir, içəridə olur. Belə bir münaqişə yaranır. O məsələ çox məlumatlı. O məsələ biraz ətraflı toxunacaq ki, 3-cü mərhələdə ki, eyni məsələni qaldırır, yəni siyadlarına inşallah da. Çox bunu ayrıca bir toxunacaq, çünki yenidir. Əgər hökumət yaradırsa, hökumət necə deyim, mühürü varsa müstəqil qiymətləndirmədə, o absurddur ki, onun qiymətləndirməsi belə deyək də, nəzərə alınmalı absurd. Lisens alı təşkilatdır da. Çünki yuqarı məlumat qiymətləndiricilərin sədri həm yaxın dostudur, həm də belə deyək, ona da məsələni müzakirə edəcək. Görün bu məsələləri, çünki onun imkanları da bu məsələləri önemlidir. Çünki maraq qiymətləndiricinin sədri olduğunu görə maraqlarından tutulur məsələlər. O məsələni müzakirə edəcək çox güman ki, çünki sizcə məsələlərlə ki, məsələn, faktiki bu ildə torpağın qiymət məsələsi 5 manatdır, deyik yox 15 manatdır. Amma mən biləm, bu 5 manatdan artıq kimsə verir. Mən belə məsələləri çox güman ki, hansı formada həll olunan o qanunverici məsələləri təbii ki, dəyişikliklər hansı formada olunan. Hələ biz o məsələni çatdıracaq. Çox güman ki, bu məsələ ciddi bir məsələdir ki, bələdiyyə faktiki öz torpağından səmərəli istifadə edəmir. Yəni, bu məsələ gəlir çıxılacaq. Səmərəli istifadə yoxsa, demək, orada maliyyət hissi var. Maliyyət hissi yaşayır. Yəni, bu məsələləri çox güman ki, toxunulacaq. İkinci bir məsələ, ən çox üstünə gediləsi istiqamətlərdən birində bələdiyyələrin belə deyək, bu işçi heyətlər, bu köynə qaydada qalınmı, yoxsa ştat artırılımı, yəni maliyyə məsələ, necə deyim, maliyyədə asıl olan məsələlər, o baxımdan deyiləm.
Bu birləşmədən sonra bir artım var mı ştatda yox? Yəni ərazi böyüyüb, biz idarə ediyorsunuz, yəni o baxımdan bilmək istəyirəm. Heç belə maaş əməkdaşların sayı artmalı da istər-istəməz. Yəni bu məsələdə artım var, yoxsa böyle qaydalar yüklənmişsiniz o şəkil belə deyək, işləmək baxımından. Yəni ciddi məsələlərdir. Yəni ərazi böyüyücü səhəsin gəlmişindən soruşacaqlar ki, burada bu işini görülmədi. Onu deyəcəksiniz ki, mənim əməkdaşımın sayı az dedi, o çatdırmadı, elədir. Bizdə də gəlmişlər, çünki onlara deyirik ki, bu məsələ. Yəni fikirləşin, yəni buradakı hökumət bu yayın istisində bizi boş yer rayonlara göndərmir, maliyyə ayırmır ki, gedin görün burada var. O məsələlərə də toxunsanız yaxşı olar ki, yəni sizdə ştat artımı olmayıb, yəni məsələlər bilirlər. Şaban mənim, belə bir birləşən bələdiyyələrin hər birində öncəki bələdiyyədə 2 və 3 nəfər işçi olur. Bələdiyyə sədri, vergi agenti və mühasib. İndi birləşdikdən sonra ərazidə böyük olduğuna görə ən azından birləşən həmən birləşənlərin bir nəfər işçi və ya işçi. Hər bələdiyənin işçi sayı 6, 7 və ya daha çox. Bundan aşağı mümkün deyil. Hər bir işçilərimiz üçün bələdiyyə sədri, bələdiyyə sədrinin müavini, onun mühasibi, vergi agenti, kərkizarı, gözətçisi, hər bir işçi var, torpaq mütəxəssisi. Kəndinin nədir? Ən azı 7 nəfər işçi normaldır. 7 işçi olması bələdiyyənin kifayət edir. O baxır bələdiyyənin topladığı vəsaitlər. Yüksüyü az dedik ki, çox işçi götürsün, fakirlərə işçi götürsün. Və ya bəlkə məsələn bəlkə çıxmaq şərtinə digər bələdiyyələrdə 3 nəfər işçi var. İndi də ən azından hər bələdiyyənin 6-7 nəfər, bəlkə də 9 nəfər işçi var. Ərazisinə görə və bir də yığıldığı vəsaitə görə işçi təmin edir. 6-7 nəfər işçi bələdiyyənin işini ancaq düzdür, görülür. Və bundan əlavə olaraq indi dəhal aldılar, dost məktəbinin əməkdaşları var. Onlar da əlavə təmizlik işləri görürlər, sərbəstləmə işləri görürlər. Hal-hazırki vəziyyətə uyğun olaraq bütün nümayəndələri ərazisində dost məktəbinin işləri görürlər. Bundan əlavə olaraq rəhbəri tapşırır ki, ərazinin təmizlənməsi köməkli göstərir. Ərazilərdə zibilin toxlanması, küçələrin avazlaşdırılması, otun içirilməsidir, ərazinin təmiz və sərləri saxlamaq üçün. Biz də məcbur olaraq digər işçilərdir. Təmizlik işçisi kimi və gözətçi kimi və bələdiyyə dəstək olan bir işçilər əlavə 2-3 nəfər işçi götürür ki, ərazinin müəyyən təmizlik avazlı işləri götürür. Bununla bağlı deyil, hökumət təşkilatları bizə köməklik göstərsələr, bələdiyyə köməklik göstərsələr daha yaxşı olar ki, belə deyirlər. İşçilər belə hal-hazırki vəziyyətlərə Xaçmaz rayonundakı bağçılıq və birinci zonası, rayonu çox tanısın. Bir də hal-hazırda sizdə qilas mövsümü. Qilas mövsümündə vətəndaşlar orada müəyyən gəlir əldə edirlər, müəyyən çoxlu miqdarı gəlir. Biz işçi götürmüş sərdidə minimum əmək haqqı 338-400 manat əmək haqqı veririk. O da ortalama götürəndə işçinin günlük 15 manat gəlir eləmir. Hal-hazırda qilas bağlarında işçilər gedir orada fərləri ilə məşğul qilas yığırlar. Günlərini 40 manat, 50 manat, 60 manat vəsait oturuyorlar. Bu da bizim üçün bir yandan çətinlik yaratır, bələdiyyələr ki, əraziyə digər muzlu işçinin cəlb edilir və işləri götürülür. Qeyri-hökumət təşkilatları bizə dəstək olsalar əgər, orada da ərazinin təmizlənməsində və oradakı işçilərin əmək haqqısının təmin olunmasında və hər hansı bir ərazinin avazlaşdırılmasına köməklik göstərsə, yəni bizim Əhmədova kəndi var, orada qeyri-hökumət təşkilatları söz çəkilir, kəndin ərazisi. Və belə bir layihələr və ya köməklik göstərir, çox yaxşı olur. Elə bir məsələdir ki, yəni onun sonra bir hökumət təşkilatı bu istiqamətdə müəyyən layihələr həyata keçirdi. Bilmirəm, sırf bizim özümüz bələdiyyələrlə bağlı, zibil kutuların yerləşməsinə bağlı Xaçmazlıq təxminimiz olur və zibil kutuları küçülər söhbətində. Burada təxminimiz olunma bağlı zibil kutuların yerləşməsi əsas parkda. Yəni bizim bu işlərdən müəyyən belə kənar deyil, bu işləri görürük. Amma farklı ki, belə deyil, hər BT-nin öz istiqaməti var, necə deyim, layihəsi uyğun iş görür. Təbii ki, siz bizim məsələləri bizə çatdırarıq BT-lərə və BT dövlət agentliyinin müəyyən qədər gələn layihələrini bu istiqamət üzrə sağlarlarsa, təbii ki, biz sələsələ o işləmi edərik. Çünki birincisi vətəndaşımıza sosial xidmətlərini hamısını olsun, bizi hoşumuz qabağa gəlmək. Bu məsələləri inşallah çox müzakirə edəcək.
Burada yenə deyirəm, başqa hansı məsələlərə toxuna bilərik biz bələdiyələrlə bağlı? Yəni təklif vermək olar. Əlbəttə təklif müzakirə edirik burada. Hə, təbii ki. Yalama Belediyəsinin görevli inspektoru, uzun illər mən belediyə yaranı günü işləyirəm. Belə mən bir təklifim var. Ərazi belediyə birləşənin üst belediyə birləşiyi 18 kənd əhatə edir. Yalama Belediyesi. Sudaqdan bir səhədə can ərazi bir böyükdür. Yalamada. İşçi övedə biraz çoxdur. 2 dənə şoför tutmuşu uşaqlar. 50 faydalarını Çox gözəl bir təklif edir. Mən belə şeylər səsəsə bu tədbirlərdir. Yəni, belə deyək, siz ondan sonra bu keyiflə yiyəsi okulu verir. Ondan sonra nə fərq var? Okul verir. Əksinə, o da maraqlı olarkən cəmasını satsın, dolayısına adılırsa. Yəni, qəşəng təklifdir. Yəni, o təklif %100 deyil. Məsələ çox kömək olardı belediyyənin. Keyiflərin belə sigortasını hansı keyiflə deyil, sigortası olan keyiflərin hansı faizciləri belediyə hesabı kesilməsi özünü təsdiq olur. Yaxşı təklif, mən xoşuna ayrıca deyildir, bu çox mahkəm işləndirici saytlarda və təbii ki, hesabımızda da belə məsələlər bizim üçün önemlidir. Sonra hansı məsələlər var? Mesela mənim qeyd icralı yaşlı. Hə, mənim Bu qiymətlər barədə yaranan günə bu günə kimi həmin 10 sot torpağa 1 manat pul. O kağızın qiyməti demək olar bəlkə. O çap eden kağızları bildiriş biz göndərik. Bildiriş kağız çap edilir. Gedirsən evinə bir nəfər. Adam yoxdur. İkinci ayrılırsan, üçüncü ilə dördüncü ilə çarptır, hiçbir parasını ödədə xahiş edir. Bu məsələ də var. Bir yerdə belə verdiğin əlaqədən məsələn mən narazılıqsız deyirəm. 3 ildən sonra o vergi silinir. Avtomatik işi. Bu vətəndaş bir gözləyir, ödəmir, çalışır ki, bahane müdadla bugün gələcəm, xəbər edin. 3 il keçdi, o getdi. O məsələ məncə belediyə kömək üçün 3 il olmadan 5-6 il köməklər yaxşı olar. Sezonla bağlı. 4000 hektar mənim torpağım var ərazində çarpı bələdiyəsi. Onun 4500 hektarını gəlib şirkətlər aldı, pulundan da dövlətə köçürdülər. Verə bilərik ki, bələdiyyələr bu bələdiyyəsinin bu şeylərdən sıxılırlar, təminizə deyil. Əllərindəki olan qalan da alırdı bələdiyyələr, faktik. Onu hansı formada, hökumət hansı qanun qanun verir, mən hükümşünas deyiləm də, o bilmirəm. Hansı qanun vericiliyi olacaq, yoxsa deyə bilər ki, dediyi kimi bağışlayan bilər, hansı bir forma seçə bilər. Bizdən təklifimizin dedilməsindən təklifini vermək olur ki, desimetrlərlə bağlı məsələyə bələdiyyə bir də bağışlayırsın, bələdiyyələrlə bağlı məsələyə. Hansı formada verir, o başqa məsələ. Bu müəllimin dediyi məsələ daha ciddi məsələlərdən bilir ki, yeni TMK-nın vergiyə müəyyən qədər bələdiyyə ayrılması. O dediyiniz torpaq məsələsidir ki, şirkət alıb bələdiyyə. Dolanışı yerimiz orada deyil. Elektron portal məsələsində mən bir qədər o bəndə artıracaqlar, bilməm artırlar yox. Bu rəqəmsal şey keçir bələdiyyələrdir, eyni mərkəzlərdir. Orada deyilsə, o məsələ qaldırılır ki, arayış alınmalıdır, yəni köynə borclarla bağlı. Orada adi bir iki edilir ki, tutaq ki, bir bənd sağlıqlısı olur ki, bu sənəd olmadan alqısaq diləkməsin, bələdiyyənin qapısını verəcək. Sadə bir Elektron sistemdə mən bilə bunu həll edilmə. Onun belə deyək, dillər oradakı bu məsələ həll olunacaq elektron sistemdə. Amma dəqiq bilmirəm, devam edirəm. Maraqlardan mükəmməli yoxluğuna bağlı şeylər. Sadə bir məsələdir, yəni acil kursa dediyim alan verəndə yazırlar ki, qarşı sudan mürağa işlətir ki, sənin borcuyası onu alçıya satılır. Burada da həmin bir bənd açılmışsa ki, bələdiyyədə kağız yatır, sənin torpağını söylüyorsun, qapınızı istəsəmə vətəndaş verəcək. Biz bələdiyyələrə ögey münasibət var. Yenə deyirəm, bizə bələdiyyə üstü kifayət qədər bələdiyyə hər ki, inkişaf edir. 30 il, 20 il, səhvələ 20 ildən ibarətdə bələdiyyə üstü yaradır. 26 il, yəni biz nəsə yenə də 5 il, 10 il qabağından görürəm, bələdiyyə onu yardıra qalanı deyirsən.
İndiki ilə yeri qədər, göy qədər fərqlər yaranır. Amma bu o demək deyil, bizim bu işlər hamısı bununla yekunlaşacaq yox. Yer-yerə təbii ki, o müəyyən çətinliklər olacaq, inzibati metodlarla çətinlik yaranır, vətəndaşla yaranır, qanun ilişki yaranır. Amma hökumət maraqlıdır ki, bələdiyyənin daha ciddi bir işlik vurma gətirsin. Yəni, yenə biz məsəl çəkdik, Türkiyədəki bələdiyyəni bizi arzulayan, hər ki arzulayan. O bələdiyyə çatmaq bizim bələdiyyədə neçə yerə qismət olacaq, olmayacaq. O məsələlər biraz sonraki məsələdir. Amma belə deyək, bizim qarşımıza bir nümunə var da, bələdiyyə nümunəsi ki, bələdiyyələrin hansı formada dövlət işində ciddi bir sambal sahibdir. Orada bələdiyyələrə seçkilərə hansı atmosferdə keçini hamımız bilir. Yəni, bələdiyyənin orada nesə də gücü var. Yəni, o məsələlər bizi şəriki arzu olsa da, amma yenə arzuna yaxşı gelməliyik. İnsan belə arzusu olandan sonra ümid axıda ölməsində məsələlər də var. Yəni, biz çalışaraq ki, bu iki məsələdə kifayət təkliflər olunur, maraqlı təkliflərdir və hamısında belə deyil. Görürəm, eyni problemlər olanda da hökumət iş görmək daha rahat. Yəni ki, optimallaşdırmaya hamısını görür ki, eyni problemlərdir. Bir araç formalarını bələdiyələrə göstərər. Məsələn, vətəndaş asıl olsun da yəni bələdiyələrə. Təbii ki. Vergisi verib araçlar. Bəli, bəli. Bir dəfə alır, ancaq öyrəncə təklif onun da elektron sistemi vasitəsilə salacaqlar. Bu pəncəli bu formada olur. Mənim işimiz də olur. Evet. Oğlum hakkında araçları, bu sistemde alınmaz. Yox, o vergi rüsum ödəyəcək, o araçlar, məmurluq qadarı bələdiyyə sağlayacaq. O, mənim qeydandır, o da futbol alsiyasında müəyyən vergisi bu bələdiyyə sağlayacaq. Yəni, belə bir şey. Su məsələsi yoxdur. Yəni, bu məsələləri, qardaşım dediyi kimi, çox güman ki, inzibati metodlara çatmamışdır. Öncə çox mümarifələnmə yolunda. Bizim gələcək layihələrimiz də fikirləşir ki, vətəndaşlar bilgiyə belə deyək, kəndlərdə keçəcək. Siz maraqlı tərəfsiz, onlar da maraqlı başqa bir. Sizin bu haqlı olaraq inad bildiyiniz məsələlərə vətəndaş yerində keçilsə əgər tədbiri, vətəndaş deyil, o da özü lazım, belə haqlı olaraq bildirir ki, plan məsələlər var. Plan şeydə ki, mən hesab verginin vaxtı demişəm, mənə üçün nə əhəmiyyət var ki, qonşum üzründə deyil. Mən bu problemi belə deyil, təhlil edək, məsələ mənimdir. Bu da məsələlər orada zəmrəkədir ki, bir olması vurgulanır ki, cəmiyyətdə hökumət arasında körpü rolunu belə deyilər. Və o məsələləri tənzimləyir, sosial problemlərlə tənzimləyir ki, ölkəni belə deyil, problemləri müəyyən belə güləşdirir, belə deyilər ki, olmalı. Yəni, bu məsələlərə çoxuna toxunulacaq və sizin də qarşınıza gəlməyinin bir məsələsi var ki, işin içində olan siz bilirsiniz ki, problemlə mənim yaxşı götürülür. Yəni, bunu mənim düşünməyim ayrı praktikən içindədir, işin içindədir, bilir ki, hansı yolla məsələni müəyyən belə tənzimləmək yoxdur. Yəni, bu məsələlərdə onun üçün gəlmişkən imkan daxilində istifadə edir ki, fikirlərimizi bildirir. Biz də o məsələləri yenə adəti yerə çatdıracaq, o iş görəcək, bu il görəcək, 5 ildən sonra görəcək, hər halda düzlərimizə düşəcək. Sözünüz varsa, davam etdirə bilərik. Yoxsa tərbiyimizi bağlayırıq, çox xoş oldu ki, üstündən məsələmi müzakirə edək. Çox sağ olun ki, bu isti gündə vaxtında ayrı, uzaq yerlərdən gəlib tərbiyimizə işləyək. Təşəkkür ederim.